Tikdiyiniz ev haqqında biraz məlumat verərdiniz bizə? Bəy, ilk öncə deyim ki, bu bizim Quba layihəmizdir. Müştəri həm layihəsində, həm eskizində bizim məsləhətimizdən, özünün zövqündən çəkdiyi bir evdir. Evin ölçüləri çöldən 11 metr 30 santının 7 metr 80-ədir. 2 otaqdan, bir sanuzel qovşağından, bir də zaldan ibarətdir. Zalda həmçinin studiya tipli kuxna da olacaq. Evdə son tamamlama işləridir. Dam örtüyünün vurulması. Ev ümumi olaraq bizim reyt təməl dediyimiz ümumi monolit təməl üzərindədir. İndi yaxından mən göstərəcəm sizə. Həmçinin 12 kolon və kürsü kəməri dediyimiz birinci qatın kəməri və son tamamlama, yəni damın altının kəməri olmaqla beton konstruksiyada çöl divarlar qoşa daş, içəri divarlar ara kəsmələr isə tək daşdır, tək daşdan tikilib. Ümumi olaraq evin altında 30 santimetrə yaxın bütün səth, həmçinin də kənarlardan 20 santimetr verilməklə bizim qoşa setka dediyimiz toxunulmuşdur və beton tam monolit verilmişdir. Yəni reyt təməl deyirlər buna. Lentvari təməl deyil. Bəzən bunu çox adamlar lentvari təməli, bu cür təməli yerdə eləyirlər. Amma biz ümumi evin tam oturacağının altını tam betonla bağlamışıq. Həmçinin gördüyünüz bu tol, bu kənarlarda qalan hissələrdir. Bunlar təzədən qarelka dediyimiz üsulla da qaynaq olunacaq və evin bütün ətrafı yenə təzədən tollanacaq. Evin altı deməli 40 santə yaxın bu beton qatının altında 2 qat toldur. Onun altında 2 qat istiyaşqa, onun da altında 40 santimetrlik təbii drenaj üsulunu yaradan şeben qatı doldurulmuşdur. İstənilən seismik hadisəyə qarşı, yəni dünyada belə kütləvi bir faciə olmasa, istənilən seismik hadisəyə qarşı tam dözümlüdür. Qaraqoyunlu İnşaat. İşinizi peşəkarlara həvalə edin. Ev təmiri və sıfırdan tikintisi ilə bağlı qeyd edilən nömrələrlə əlaqə